Anla problemi, sonra onun müalicəsinə addım at. Gör, ümumiyyətlə bunun mahiyyəti nədir? Mən paxıl adamam həyatda. Əvvəlcə bunu təhlil et. Paxıllıq nədir ümumiyyətlə? Bunun kökü hardandır? Necə olur paxıllıq edirəm mən? Bax, paxıllıq edəndə necə oluram mən? Çox maraqlıdır, çox maraqlıdır. Problemi təhlil etmək düzgün. O problemin həlli üçün atılan ən vacib addımdır. Kəhf surəsi 68-ci ayə. Və keyfə tasbiru alə ma ləm tuhit bihi xubrən. Sən əhatəli şəkildə bilmədiyin dərkə aiddir. Dedim, 3 sənə sahə var. Dərk, his, rəftar. İndi dərkə aid müalicə məsələsi. Sən əhatəli şəkildə bilmədiyin şey qarşısında necə səbr edə bilərsən bəhrə? Necə gözəl ayələrdir bu. Mənə deyirsən ki, döz, səbirli ol. Deyirəm, əzizim, mən nəyin qarşısında dözüm? Mən axı bilmirəm niyə dözüm, nəyə dözüm. O problemi bilmirəm. Və keyfə tasbiru, sən necə səbr edirsən? Əla ma, o şeyin qarşısındakı ləm tuhit bihi xubrən. Sən onu əhatəli şəkildə bilmirsən. Əhatə etməmsən onu. Təhlil etməmsən hələ. Demək, birinci məsələ budur. Rəqibimi düzgün analiz etməliyəm. Təhlil etməliyəm, mütləq.